Bu maska dərinin elastikliyini artırır və qırışlara qarşı çox effektlidir. Maska üçün bizə bir xörək qaşığı kətan və bir stəkandan biraz az su lazımdır. Bu suyu qaynadırıq. Tam hazır olandan sonra kətan jelesini süzürük. Başqa bir qabda bir ədəd aspirin tabletkasını əzirik. Sonra isə kömür tabletkanı da əzirik və hər ikisini tam toz halına saldıktan sonra üzərinə 3 xörək qaşığı kətan jelesi əlavə edirik. Demək, bu maskanın dairəvi hərəkətlərlə göz ətrafı, xaric, bütün üzə çəkin. Maskanı dəriyə sürtərək qırış olan yerləri yaxşıca masaj edin. 40-45 dəqiqədən sonra üzünüzü əvvəl isti, sonra isə soyuq su ilə durulayın. Həftədə 2 dəfə tətbiq etmək lazımdır. Bu maska sayəsində nəticə nə olur deyə bilərsiniz. Maska üz konturunu effektiv şəkildə sıxır, dərin qırışları daha az nəzərə çarpan edir və ifadə qırışlarını aradan qaldırır.